Ödem nədir, niyə yaranır, sui-istifadəsi bundan bağlı cəmiyyətdə insanlarımızda bunun haqqında fərqli düşüncələr var. Şişkinlik, gözünün altının şişməyi, ayaqlardakı şişkinlik. Ödem bir şişkinlik artıq maye kimi düşünülür. Fərqli xəstəliklər fonunda ödem yarana bilər. Bədəndə artıq maye fonunda da ola bilər. Bədən total maye miqdarı artmaya da bilər, amma ödem formalaşa bilər. Qaraciğer yetməzliyi, böyrək yetməzliyi, ürək yetməzliyi, bəzən tiroid xəstəlikləri fonunda da ola bilər. Fərqli ödem formaları şəklində. Daha çox biz ürək, böyrək yetməzlikləri fonda görürük. Böyrək yetməzliklərində son dönəm böyrək xəstəliklərində, 5-ci mərhələ böyrək yetməzliyində və ürək yetməzliklərində görə bilirik. Böyrək yetərli qədər sidiyi ifraz edə bilmədiyi üçün, zədələndiyi üçün, sidiyi yetərli çıxarda bilmədiyi üçün ödem əmələ gələr. Ürək yetməzliyində yetərli qədər qan dövr edə bilmədiyi üçün göllənmə ödem əmələ gələ bilir. Bu səbəblərdən də ödemi olan xəstəyə həm nefroloqun, həm digər mütəxəssislərin baxmağı məsləhətdir və aid edilməlidir. Böyrək aid etmək üçün ilkin növbədə sidik analizi, digər müayinələrin olması vacibdir. Bunun əsasında qərar verə bilirik nefroloqlar olaraq. Bununla bağlı xüsusilə də su qəbulu məsələsi. Su qəbulu məsələsi gənclər arasında su qəbulu biraz son dövrlər populyarlıq qazanıb. Su qəbulunun artıq qəbul olunması fərqli yoxdur. Yaşlılarda da ola bilər, gənclərdə də ola bilər. Amma gənclərdə bunun artıq qəbul olunması bir növbədə bir qədər tolerə eləyə bilir. Böyrək funksiyasının yetərli olduğu üçün tolerə eləyə bilir, amma hədsiz miqdarda su qəbulu yaşlı adamlarda, ateroskopik xəstəliyi olanlarda, böyrək xəstəliyi olanlarda bəzi problemlər meydana gətirib çıxara bilər. O baxımdan suyu susadıq qədər içmək lazımdır. Susuzluğu varsa, o qədər içmək lazımdır. Məcburi qəbul olunan maye əlavə fəsadlar meydana gətirə bilər. Həm xəstəliyi olanlarda, həm xəstəliyi olmayanlarda. Xüsusilə də böyrək yetməzliyi, son dönəmə böyrək yetməzliyi olanlar, təsdiqlənmiş böyrək xəstəliyi olanlar yay aylarında və tərləmə, digər hallarda çoxlu maye içirlər. Suyun qəbulunu artırmaq o hallarda tövsiyə olunur. Başqa xüsusi suyun qəbulunu artıracaq durumlar da var. Bu həkim məsləhəti ilə həyata keçirilə bilər. Amma başqa digər hallarda maye qəbulunun həkim tövsiyəsi olmadan artırılması, məcburi olaraq içilməsi tövsiyə olunmur. Təşəkkürlər.